Hamınıza salam. Hamınıza salam dostlar. Mən Uğur Xəlizadə. Bu gün sizlərlə birlikdə YouTube-a nətər video atılar, onu öyrənəcəm. Gəlin başlayaq. Birinci bu Mobizen proqramını işləyirik. Sonra isə dediklərini eləyirik. Ondan sonra yanında Mobizen ekran şəkli çıxacaq yumru. Ona basırsınız. Sonra ən üstdəki böyük kamera şəklinə basırsınız. Basandan sonra o avtomatik 3-2-1 gələcək ekranın üstünə. Ondan sonra istədiyiniz vaxt videonuzu dayandırıb, baxın bu ən yuxarıdakı sayan yer var ha. Ona basırsınız, onda video dayanır. Və sonra Mobizenə yenə girirsiniz. Baxın dostlar, mən nə video yükləmişəm, buradadır. Siz də nə video yükləsəz, baxın dostlar, bununla belə gələcək. Siz hansını paylaşmaq istəyirsinizsə, baxın, baxın dostlar, baxın, bu altdakı bunun şeyidir. Onda deyək ki, siz bu videonu paylaşmaq istəyirsiniz. Ona görə də bu ortadakı şey var ha, 3 dənə yumru olan yer. Ona basırsınız. Baxın dostlar, mən də bastım. Sonra hara yükləmək istəyirsinizsə, o proqrama basırsınız. Mən YouTube-a göndərmək istəyirəm, ona görə də YouTube-a basıram. YouTube-a o göndərir avtomatik. Siz də 5-10 dəqiqə, 5-3 dəqiqə gözləyirsiniz, o avtomatik yükləyir. Sizə indi YouTube-dan short videosu yükləmək, yəni qısa video yükləmək və uzun video yükləməyi göstərəcəm. Gəlin başlayaq. İndi YouTube'a giririk. Bu nə? Baxın dostlar. Buradakı üstə gəl işarəsi var dostlar. Ona basırıq. Dostlar, mən bassam indi sizə səs gəlməyəcək. Ona görə də mən basmıram. Dostlar, basırıq. O yanında qaleriya şəkli var. Ora basırsınız, istədiyiniz videonu və ya şəkili göndərirsiniz. Ora altında yazı da yazırsınız, qısa yazı. Və gəlir ki, qara yerdə short yükləyin. Ona basırsınız. İstəsəz o altda gəlir canlı açın. Canlı açmaq üçün 50 bəyəni, 50 abunə olmaq lazımdır. Amma siz uzun video açmaq istəyirsinizsə, yenə üstə yerə basırsınız. Altda gələcək uzun video. Yox, uzun video gəlməyəcək, video gələcək. Ona basırsınız, sonra qaleriyaya basırsınız. Orada istədiyiniz şəkli və ya videonu yükləyirlər. Sağ olun dostlar, biz bu videomuzu sonlandırırıq. Mənim kanalımı, yəni Uğur Xəlizadə kanalını gözləmədə qalın. Abunə olmağı və like atmağı unutmayın. Sağ olun dostlar.